rayon hakimiyyətinin başçısı kimi tanımırlar, həm də çox qeyrətli bir Azərbaycan oğlu kimi, bir Türk oğlu kimi tanıyırlar. Və açığı bu gün çox ağırdır, yəni bizim bu anlar. Mənə elə gəlir ki, nə Akstafa cəmaatı, nə Akstafa torpağı, nə bütün Azərbaycan, nə bütün Azərbaycan xalqının xatirəsindən heç vaxt silinməyəcək oğullardan, dövlət adamlarımızdan, döyüşçülərimizdən biridir Ayvazalı bəy. Biz xalq cəbhəsini bilirsiniz, xalq hərəkatının üzvü olmuşuq, Əbülfəz Elçi bəyin yanında olmuşuq, Əbülfəz Elçi bəyin əsgərləri olmuşuq və Ayvazalı bəy də ən şanlı, ən qeyrətli, ən dönməz, ən sadiq əsgərlərdən olub. Mən Allahıma şükür edirəm ki, belə bir oğullarla, belə bir oğulla bir yerdə olmuşuq. Qismət olar inşallah, mən həmişə bu dünyanın bu və həyatın bu dünya ilə bitməsinə inananlardan deyiləm. Qismət olacaq bizim nə vaxtsa o dünyada da, Allahın huzurunda da üz-üzə gələcəyik və orada ən fəxrlə duracaq, şəhid kimi duracaq, özünün borcunu vermiş bir insan kimi duracaq, insanlarımızdan biri də Ayvazalı bəydir. Akstafa cəmaatına, qohumlarına, yaxınlarına, buradakı dostlarına, Ayvazalının minlər və on minlərlə dostları adından burada iştirak edəməyən, amma ürəyi burada olan bizdə çoxlu zənglər oldu. Bizdə qismət oldu onun dəfnində iştirak edək. İnsanlar adından baş sağlığı verirəm. Bugün onun məzara qoyuruq. İnşallah bu Akstafa torpağında, Azərbaycanda onun abidəsinin də qoyulduğu günləri görəcəyik. Allah rəhmət eləsin. Başımız sağ olsun, Azərbaycan xalqının başı sağ olsun. Ayrı söz demək istəyən var? Bu elə anlardır ki, bu sözün qutardığı yerdir, dualarla. Ayga, bir dəqiqə, Ayga. Ayvazalı bəyləndir. Ayvazalı bəy minlərlə, on minlərlə Azərbaycan insanı tanıyır. Dostları burada olanlardan yine minlərlə, on minlərlə çoxdur. Ayvazalı bəy gənc yaşında olub, bizim tanıdığımız dövrdən, dost olduğumuz dövrdən. Həmişə bu Azərbaycanda ağır günlərimizdə də, döyüş günlərimizdə də arxamızda, yanımızda hiss elədiyimiz oğullardan olub. Bu Akstafa torpağının yetirdiyi mən hesab edirəm.